Salam əziz abituriyentlər, çevrə mövzusunun sonuncu bölməsini, çevrənin daxilinə və xaricinə çəkilmiş çoxbucaqlar mövzusunun suallarını izah edəcəm. Sual 1. Çevrə daxilinə çəkilmiş dördbucaqlının 3 ardıcıl bucağının nisbəti 2-3-4 kimidir. Yəni, çevrənin daxilinə dördbucaqlı çəkilərsə, qayda belədir ki, qarşı bucaqlarının cəmi 180 dərəcəyə bərabər olması lazımdır. Yəni, qarşı bucaqların cəmi bir-birinə bərabərdir, cəm də 180 dərəcəyə bərabərdir. Yəni, burada bura 2K deyirəm, 3K, burada 4K deyirəm. Onun da dördüncü bucaqda 3K olacaq. Çünki qarşı bucaqların cəmi bərabərdir. Burada yazırıq ki, 6K 180 dərəcədirsə, K 30 dərəcədir. Dördüncü bucaqda 3K dedik. 3K, 3'ü də 30'a vursaq, olur 90 dərəcə. Cavab burada B variantı olacaq. İkinci sual, eyni sualda bunu özünüz yazarsınız. Çevrənin xaricinə çəkilmiş dördbucaqlının 3 ardıcıl tərəfi 3, 5, 7 nisbətindədir. Çevrənin xaricinə dördbucaqlı çəkilərsə, yəni bu şəkildə, onda bu halda qarşı tərəflərinin cəmi bərabər olur. Yəni, bir tərəfə 3K deyirəm, digər tərəfə 5K deyirəm, digər tərəfə 7K deyirəm, onda o bir tərəfdə 5K olacaq. Çünki qarşı tərəflərin cəmi bərabərdir. Toplam neçə K elədir? 20K. 20K 120 olarsa, K burada 6'dır. Yəni, tərəfi tapdım 6. Ən böyük tərəfi soruşur. Ən böyük tərəfi 7K'dır. Ən böyük tərəf 7K'dır. 7'ni də 6'ya vursaq, cavab burada 42 olacaq. B variantıdır. Dördüncü sual eyni sualdır. Bunu özünüz yazarsınız. Beşinci suala baxaq. Radiusu 7,5 olan çevrə daxilinə tərəfləri 3-4 nisbətində olan düzbucaqlı çəkilmişdir. Yəni, burada düzbucaqlının tərəfləri bura 3K'dır. Bura 4K'dır. Onda diagonal burada 5K olacaq. Onda radius 2,5K'dır. 2,5K 7,5'ə bərabərdirsə, K burada 3'ə bərabərdir. Onda tərəflər oldu 9, 16. Onda perimetr olacaq deməli 50. Bir dəqiqə. Radius 7,5 çevrə daxilinə çəkilmiş. Tərəflər 3K, 4K nisbətində düzbucaqlı çəkilmişdir. Deməli 3K, 4K, bura 5K olacaq. K oldu 3, burada 12 olacaq. 12, onda burada perimetr olacaq 42. Yəni 9 üstəgəl 12 vurulsun 2. 5-ci sualda cavab oldu Y variantı. Burada CD tərəfini soruşur. Perimetri deməli 16'dırsa, 60'dırsa, onda qarşı tərəflərin cəmi 30'a bərabərdir. Yəni BC ilə AD'nin cəmi də 30'dur. AB ilə CD'nin cəmi də 30'dur. Əgər burada AB-ni 16 veribsə, deməli CD-nin olması lazımdır, 14 olması lazımdır. Cavab burada 14'dür 7-ci sualda. Keçirik növbəti suala. Növbəti sualda nə deyir? Bu da eyni sualdır, bunu özünüz yazarsınız. Keçək 9-cu suala. 9-cu sualda deyir ki, tərəfi 2 olan düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğu radius elə tərəfə bərabərdir. Altıbucaqlıda perimetr C bərabərdir 2pi r-dir. R-in yerinə 2 yazsaq, bu 4pi olacaq. 9-cu sualda cavab A variantıdır. 10-cu sualda çevrə daxilinə çəkilmiş dördbucaqlının bucaqlarından biri 70 dərəcədir. Çevrənin daxilinə çevrədir. Bunun daxilinə dördbucaqlı çəkilibsə, bucaqlardan biri 70 dərəcədir. Onun qarşısındakı bucaq 110 dərəcə olacaq. Çünki qarşı bucaqların cəmi 180'dir. Cavab burada A variantıdır. 10-cu sualda cavab A variantıdır. 11-ci sual eyni sualdır. Bunu özünüz yazarsınız. 12-ci sualda deyir ki, kvadratın xaricinə çəkilmiş çevrənin radiusu 3 kök 2'dir. Ümumiyyətlə kvadratda xaricə çəkilmiş çevrənin radiusu diagonalın yarısıdır. Belə çıxır ki, diagonal 6 kök 2'dir. Əgər diagonal 6 kök 2'dirsə, deməli tərəflər burada 6'ya bərabərdir. Onda 12-ci sualda cavab A variantıdır. 13-cü sualda nə deyir? Burada 13-cü sualda deyir ki,
13-cü sualda deyir ki, SDE 100 dərəcədirsə, onda bunun daxili bucağı olacaq 70 dərəcə, 80 dərəcə. Bu 80 dərəcədirsə, onda B bucağı isə olacaq 100 dərəcə. Cavab burada C variantıdır. 14-cü sualda cavab C variantıdır. 15-ci sual eyni sualdır. Bunu özünüz yazarsınız. 16-cı suala baxaq. 16-cı sualda nə deyir? 16-cı sualda deyir, trapeziyanın daxilinə çevrə çəkilmişdir. Onun perimetrini tapın. Yəni, ümumiyyətlə, daxilə çevrə çəkilirsə 4 bucaqlıda, qarşı tərəflərin cəmi bərabərdir. Əgər bunun orta xətti 8-dirsə, mən bura A tərəfi deyirəm, bura B tərəfi deyirəm, bura C, bura D deyirəm. Onda A ilə B-nin cəmi 16 olacaq. Çünki orta xətt oturacaqların cəminin yarısıdır. Əgər daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabər olmalıdır. Yəni, C ilə D-nin cəmi də 16-dır. Onda perimetr soruşur. Perimetr 32-dir. Cavab burada B variantıdır. Keçən növbəti suala. 17-ci sual. Burada trapeziyanın perimetrini verib orta xəttini soruşur. Əgər trapeziyanın daxilinə yenə çevrə çəkilibsə, perimetri 40-dırsa, deməli, bura A, bu B, bu C, bu D. Yazırıq ki, A üstə gəl B bərabərdir, C üstə gəl D 20 olmalıdır. Yəni, oturacaqların cəmi 20-dir, orta xəttdə 10 olacaq. Cavab C variantıdır. 18-ci sual deyir ki, çevrə xaricinə çəkilmiş 4 bucaqlının 2 qarşı tərəfinin cəmi 50 cm-dir. Yəni, burada biz nə edəcəyik? 2 qarşı tərəfinin cəmi 50 cm-dir. Yəni, çevrənin xaricinə 4 bucaqlı çəkilib. Yəni, belə bir şeydir. Bunun xaricinə hər hansı bir 4 bucaqlı çəkilib. Yəni, mən bura A, bura B deyirəm. Yazıram, A ilə B-nin cəmi nədir? 50-dir. Qalan iki tərəfi 2-3 nisbətindədir. Yəni, bura 2K-dır, bura 3K-dır. Onda bunların cəmi bizə 5K verəcək. 5K-da yenə 50 olacaq. Çünki qarşı tərəflərin cəmi bərabər olmalıdır. K burada 10 olur. Bu tərəfləri soruşur. K 10-dursa, həmin tərəflər 20 və 30 olmalıdır. Cavab burada B variantı olacaq. 19-cu sualda deyir ki, düzbucaqlının kiçik tərəfi 2 cm, diaqonalları arasındakı bucaq 60 dərəcədir. Düzbucaqlının xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Deməli, diaqonallara çəkirik. Bu bir diaqonallara çəkirik. Diaqonallar arasındakı bucaq 60 dərəcədirsə, yəni buraya bərabərdirsə, avtomatik burada 60 dərəcədir. Eyni qayda ilə burada 60 dərəcədir. Və kiçik tərəf 2-dirsə, onda burada 2 olacaq, burada 2 olacaq. Onda xaricinə çəkilmiş çevrənin radiusunu soruşur. Xaricinə çəkilmiş çevrənin radiusu diaqonalın yarısıdır. Diaqonal yarısı ilə burada 2-yə bərabərdir. Cavab C variantıdır. 20-ci suala baxırıq. Keçək bu suala. Deyir, radiusu 20 cm olan çevrə daxilinə çəkilmiş trapeziyanın böyük oturacağı mərkəzdən keçir. Yəni, fikir verin, bura böyük oturacaqdır. Tam çevrənin mərkəzindən keçir. Və kiçik oturacaq radiusa bərabərdir. Bu da kiçik oturacaqdır. Bu kiçik oturacağın uzunluğu çevrənin radiusuna bərabərdir. Burada bir dənə trapeziya çəkirik. Bu şəkildə bir şeydir. İndi bizə deyir ki, trapeziyanın perimetrini tapın. İndi bura çevrənin mərkəzidir. Bura O deyirəm. A, B, C, D. İndi fikir verin. Bura 20-dir. Radius 20-dir. Burada 20-dir. Və kiçik oturacaq da 20-dir. Çünki kiçik oturacaq radiusa bərabərdir. Belə çıxır ki, yan tərəflərdə bunun 20-yə bərabər olacaq. Çünki CO da çevrənin radiusudur. Artıq A, B, CO romdur. Yəni paraleloqramdır. Yəni bura 20-dirsə, avtomatik bu tərəfdə 20 olacaq. Bərabər yanlı trapeziya olduğuna görə bu bir tərəfdə 20 olacaq. Çünki biz demişdik ki, ancaq bərabər yanlı trapeziyanın xaricinə çevrə çəkə bilirik. Trapeziyanın perimetri olacaq. 20-ləri toplasaq, 20 plus 20, 60, 100 olacaq. Cavab burada D variantı olacaq. 21-ci suala cavab D variantıdır. İndi keçək 20-ci suala cavab D variantıdır. Keçək 21-ci suala. 21-ci sualda yenə eyni format deyirik. Trapeziyanın xaricinə çəkilmiş çevrənin mərkəzi trapeziyanın böyük oturacağı üzərindədir. Yəni böyük oturacağı çəkək.
Aha, bax mərkəz tam bu oturacağı üzərindədir. Bura o nöqtəsi deyirəm. Kör bucaq təpədən çəkilən hündürlük 4 sm olub, yan tərəfli 30 dərəcə boyamına gedir. Bu da deməli belə bir şeydir. A, B, C, D. Kör bucaq təpəsindən çəkilən hündürlük 4 sm olub, yan tərəflə 30 dərəcəli bucaqlara gedir. Buradan hündürlük çəkirəm. Bu hündürlük 4 sm olub, yan tərəflə 30 dərəcəli bucaq əmələ gətirir. Bax, bura 30 dərəcədir. Bizə deyir ki, trapesiyanın diaqonalını tapın. Bax, mənə nəyi soruşur? BD diaqonalını soruşur. Mən bunu necə tapacağım? Fikir verin bura. Deməli 30 dərəcə, bu bucaq 60 dərəcədir. Belə çıxır ki, bura AK deyirəm. AK bura 4 kök 3 olacaq. 4 bölü kök 3 olacaq. İndi bizdən nəyi soruşur? Trapesiyanın diaqonalını soruşur. Bu bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiya olduğuna görə avtomatik bu yuxarıdakı bucaq 90 dərəcədir. Onda bu 60 dərəcədirsə, onda bu iki bucaq olacaq 30 dərəcə. Bu 30 dərəcədirsə, onda belə çıxır ki, BD olacaq 8. Və sana cavab burada A variantı olacaq. Yəni diametrinə söykənən bucaq 90 dərəcədir. Buradan bunu rahat bir şəkildə həll eləmək olur. 22-ci sualı deyir ki, rombun daxilinə çəkilmiş çevrənin radiusu 8 kök 3 və bucaqlardan biri 120 dərəcədir. Yəni rombdur. Rombun daxilinə nə çəkilib? Rombun daxilinə çevrə çəkilib. Burada nəyi bilməliyik? Yəni rombun daxilinə çəkilmiş çevrənin radiusu 8 kök 3-cə, deməli hündürlüyü olacaq 16 kök altında 3. Bunu biz bilməliyik burada. Çünki rombun daxilinə çəkilən çevrənin radiusu onun hündürlüyün yarısıdır. İndi mən burada bir romb çəkirəm. Rombun hündürlüyü artıq oldu. Nə qədər? Hündürlüyün tapdım oldu 16 kök altında 3. Bizə rombun kiçik diaqonalını soruşur və kör bucağı 120 dərəcəsi, iti bucağı 60 dərəcədir. Belə çıxır ki, işarələyirəm bunu A, B, C, D. Artıq bura K deyirəm. AK oldu nə qədər? AK oldu 16. Çünki bu 60 dərəcədirsə, 60 dərəcənin qarşısını tapmaq üçün kiçik tərəf kök 3-ə vururuq. Deməli, kiçik tərəf, yəni AK 16 olması lazımdır. Onda yuxarıdakı bucaq 30 dərəcədirsə, onda AB tərəfi 32-dir. Rombun iti bucağı 60 dərəcə olanda onun kiçik diaqonalı tərəfə bərabər olur. Yəni, cavab burada 32-dir. Nəyə görə tərəf olur? Çünki bu AB'də 3 bucağı artıq bərabər tərəfli 3 bucaqdır. Yəni, ona görə rombun kiçik diaqonalı onun tərəfinə bərabərdir. İti bucaq 60 dərəcədirsə əgər. 23-cü sual deyir ki, tərəfi 4 kök 3. Xaricinə çəkilmiş çevrənin radiusu 4 olan düzgün çoxbucaqlının daxilinə çəkilmiş çevrənin radiusunu soruşur. Bu sualda belədir məsələ. Deməli, ümumiyyətlə istənilən düzgün çoxbucaqlıda daxilə və xaricinə çəkilmiş çevrələrin mərkəzləri üst-üstə düşür. Düzgün çoxbucaqlıda üst-üstə düşür. Yəni, mərkəzdə O nöqtəsi deyirəm. Bu O nöqtəsindən tərəfə qədər olan məsafə olur daxilə çəkilmiş çevrənin radiusu. Təpə nöqtəsinə qədər olan məsafə isə olur xaricə çəkilmiş çevrənin radiusu olur. Yəni, xaricə çəkilmiş çevrənin radiusu 4-dür. AB tərəfi 4 kök 3-dürsə, onda 2 kök 3 bölünəcək. Mən bura bir K desəm. Aha, indi bizə daxilə çəkilmiş çevrənin radiusunu soruşur. Bu hündürlüyü tapmamız lazımdır. Bu hündürlüyü həm də apofem deyirlər. Yəni, çoxbucaqlının apofemi deyirlər. Yəni, H da bərabərdir. Pifaqor teoremində kök altında 4-ün kvadratı, yəni 16 çıxılsın 2 kök 3-ün kvadratı, yəni 12. O da mənə verəcək kök altında 4, bu da verəcək 2, yəni cavab burada A variantı olacaq. 24-cü sual. Eyni sualdır, bunu özünüz yazarsınız. Keçək 25-ci suala. Deyir ki, çevrənin xaricinə düzgün 6 bucaqlı və kvadrat çəkilib. Yəni, çevrənin xaricinə. Tam ki, bu 6 bucaqlıdır. Bu 6 bucaqlının bir dənə tərəfini bura çəkirəm.
Bura yenə bu daxilə çəkilmiş altıbucaqlının radiusu buradan bura qədər olan məsafədir. Əgər tərəf perimetr 72 idisə, altıbucağın hər bir tərəfi 12-dir. Yəni burada 12-dir, burada 12-dir, burada 12-dir. İndi bizə nəyi soruşur burada? Bizə nəyi soruşur? Bir dəqiqə altıbucağını ilə tam çəkək, bir dənə gözləyin. Yəni perimetr 72 ise bütün tərəflər 12'dir. 12, 12, 12, 12, 12, 12. Onda bu daxilə çəkilmiş çevrənin mərkəzidir. Buradan bura qədər olan məsafəyə bunu tapmağımız lazımdır. Deməli, perimetr 12 ise bu daxilə çəkilmiş çevrənin radiusudur artıq. Yəni dedim axı mərkəzdən tərəfə qədər olan məsafə həmişə daxilə çəkilmiş çevrənin radiusudur. Yəni balaca r bərabərdir 6 bucaqlıda a kökdə 3 böl 2. A-nın yerində 12 yazsaq olur 4 kökdə 3. 6 kökdə 3. Deməli, daxilə çəkilmiş çevrənin radiusunu tapdım. Bunun çevrənin xaricinə həm də kvadrat çəkilir deyir. Belə çıxır ki, bu radius həm də kvadratın daxilinə çəkilmiş çevrənin radiusudur. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısıdır. Əgər mən r-ə 6 kök 3 desəm, tərəf olacaq 12 kök 6 3. Yəni, çünki bu radius eyni radiusdur. Həm kvadratın, həm də altıbucağın daxilinə çəkilmiş çevrənin radiusudur. Onda perimetri tapmaq üçün bunu nəyə vurmamız lazımdır? Perimetr 4'a olur. O da bərabərdir 48 kök altında 3 olacaq. Yəni 25-ci sualın cavabı 48 kök altında 3'dür. Keçirik növbəti suala. Eyni məsələdir. Yəni burada artıq kvadratın perimetrini verib 3 bucağın perimetrini soruşur. Eyni formada həll olunur. Deməli 4a-nı mən bərabərləşdirirəm 64-ə, a olur 16. A 16-dırsa, onda radius olacaq 8. Çünki kvadratın daxilinə çəkilmiş çevrənin tərəfin yarısıdır. Bu radius həm də 3 bucağın daxilinə çəkilmiş çevrənin radiusudur. 3 bucaqda da balaca r a kök 3 böl 6 idi. R'in yerinə 8 yazsaq, burada alınacaq 8 bərabər olacaq a kök 3 bölünsün 6'ya. Buradan a nəyə bərabər olacaq? A bərabər olacaq 48 böl kök 3'ə. Bunu da irrasionaldan azad etsək, a olur 16 kök 3. 16 kök 3 nə oldu? Tərəf oldu. 3 bucağın perimetrini soruşur, olur 48 kök altında 3. 27-ci sualda deyir ki, çevrə xaricinə çəkilmiş 4 bucağının 2 qarşı tərəfinin cəmi 55 cm-dir. 2 qarşı tərəfinin cəmi 55 cm-dir. Digər tərəfi isə 2-3 nisbətində olarsa, bu tərəfi tapın. Əgər 2 qarşı tərəfin cəmi 55-dirsə, yenə biz 2k plus 3k da bərabər 55 yazmalıyıq. Yəni 2 qarşı tərəfin cəmi 55-ə, digər tərəflərin cəmi də 55-dir. Burada 5k 55-dirsə, k olur 11. Onda tərəflər olur 22, 33. Yəni cavab Y variantı olacaq. Kvadratın xaricinə çevrə çəkilmişdir. Çevrənin uzunluğunun kvadratın perimetrə nisbətini soruşur. Kvadratın xaricinə çevrə çəkilmişdir. Onda baxın, kvadratın xaricinə çevrə çəkilmişdir. Onda kvadratın tərəfi adırsa, onda diaqonalı olacaq a kökdə 2. Onda radius olacaq a kök 2 böl 2. Çevrənin uzunluğunun kvadratın perimetrinə nisbəti. İndi çevrənin uzunluğunu tapıram. S bərabərdir 2 pi r. 2 pi vur a kök 2 böl 2. O da bərabərdir a pi kök altında 2. Bu çevrənin uzunluğudur. İndi kvadratın çevrənin uzunluğunu bölürük. C'ni bölürük p'yə. O da bərabərdir a pi kök altında 2 bölünsün
Tərəfə A desək olur 4A. Bunlar ixtisar gedir. O da bizə verəcək pi kök altı 2 bölü 4. Yəni cavab burada D variantıdır. 30-cu sual, deməli 28-ci sual o şəkildədir. 29-cu sual eyni sualdır. 30-cu suala baxırıq. Deyir ki, perimetri 24 olan düzgün altı bucağın daxilinə çəkilmiş çevrənin radiusu. Onda 6A 24-dürsə, tərəf olacaq 4. Daxilə çəkilmiş çevrənin radiusu düsturda 6 bucaqlıqda A kökdə 3 bölü 2 idi. A-nın yerinə 4 yazanda cavab olacaq. Burada 2 kök altında 3 Y variantı olacaq. 31-ci sual deyir, oturacaqları 8 və 18 olan bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Çevrənin radiusunu soruşur. Deməli, ümumiyyətlə trapesiyanın daxilinə çevrə çəkilibsə, R burada H bölü 2 olmalıdır. Biz burada trapesiyanın hündürlüyünü tapmağa çalışmalıyıq. Yəni, trapesiyanın oturacaqları 8 və 18-dirsə, onda mən burada 2 dənə hündürlüyün hər ikisini endirirəm. Orta hissə 8 olacaq. Qıraq hissələri nə qədər olacaq? 5 olacaq. Əgər bunun daxilinə çevrə çəkilibsə, qarşı tərəfləri cəmi bərabər olmalıdır. Oturacaqları cəmi 26-dırsa, yan tərəfləri cəmi də 26-dır. Bərabər yanlı trapesiya dediyinə görə hər bir yan tərəf 13 olacaq. Onda H burada olacaq 13, 5-dirsə 12 olacaq. 12 olacaq. Onda radius olacaq 12-nin yarısı cavab 6 olacaq A variantı. 32-ci sual deyir ki, iti bucağı 30 dərəcə olan bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilib. Yəni, bərabər yanlı trapesiya bizə verib və iti bucağını da 30 dərəcə verib. Trapesiyanın orta xətti 16-dır. Orta xətti 16-dırsa A8-dir. Deməli, oturacaqları cəmi 16-dır. Oturacaqları cəmi 16-dırsa, deməli, yan tərəfləri cəmi də 16-dır. Belə çıxır, hər bir yan tərəf 8-dir. Onda hündürlük olur 4. Radius soruşur. R də yenə H bölü 2-dir. O da bizə nə verəcək? 2 verəcək. 33-cü sual deyir ki, oturacaqları fərqi 2 kök 3 olan bərabər yanlı trapesiyanın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Yəni, iti bucaq yenə burada 60 dərəcədir. Oturacaqları fərqi 2 kök altında 2 kök 3-dür. Deməli, nə edirəm burada? Baxın. 2 dənə hündürlük endirirəm. Balaca oturacaq A deyirəm. Onda burada A olacaq. Bu qıraq hissələri isə x deyirəm. Oturacaqları fərqini tapıram. Yəni, böyük oturacaq olur 2x plus A. Balaca oturacaq çıx A. Bu da bizə 2 kök 3 verəcək. Onda buradan 2x 2 kök altında 3-dürsə x kök altında 3-ə bərabərdir. İti bucağı 60 dərəcədirsə, bura kök 3 tapdıq axı. Buranı da kök 3 tapdıq. Biz 60 dərəcənin qarşısını tapmaq üçün bu kök 3'ü kök 3'ə vurmalıyıq. Yəni H bizə 3 verəcək. Radius yenə hündürlüyün yarısı olacaq. 3'ün də yarısı 1,5 cavab D variantı verir. Keçək növbəti suala. Deyir ki, bərabər yanlı trapesiyanın xaricinə oturacağı 6 olan, kiçik oturacağı 6 olan bərabər yanlı trapesiya çəkilib. Deməli, bura 6'dır. Bura 6'dır. Mən bunu işarələyirəm. A, bura B, bura C, bura D. Deyir, çevrənin yan tərəflərə toxunma nöqtələrini birləşdirən parçanın uzunluğu 10 cm. Bax, yan tərəflərə toxunma nöqtələri, bura M, bura N deyirəm. Bu M-in məsafəsi nə qədərdir? 10'a bərabərdir. 10'a bərabərdir. Bizə nəyi soruşur? Böyük oturacağı soruşur. Bunu müxtəlif yollarla eləmək olar. Mən burada hündürlükləri çəkirəm. Bir dənə hündürlük buradan çəkirəm. Bu bərabər yanlı trapesiya olduğuna bura M, bura N deyə. M, N demişik. Nə bilim, nə deyək? YF deyək. YF. Bu A-E və F-də məsafələri bir-birinə artıq bərabər olacaq. İndi bu orta hissə 6 olacaq. Ondan 6 çıxıram. Onda qıraq hissələrin hər biri 2 olacaq. Yəni burada 2 olacaq, burada 2 olacaq. İndi bizə nəyi soruşur? Böyük oturacağı.
Böyük oturacaq orta hissəni zaten bilirəm. Deməli, nə etməliyəm? A-ı və FD-ni tapmalıyam buradan. Necə tapacağam? İndi qulaq asaq. Ümumiyyətlə, bərabər yanlı trapesiya olduğuna görə bu oturacaq toxunma nöqtəsi ilə 2 bərabər hissəyə bölünür. Yəni, bu toxunma nöqtəsi onu 2 bərabər parçaya bölür. Yəni, bura 3-dür, burada 3-dür. Belə çıxır ki, B-m də 3 olacaq. Eyni qayda C-n də 3 olacaq. Əgər mən AM-ə A desəm, bax, buradan bura qədər, burada bir də K nöqtəsi deyək də, AK da A olacaq. AK da A olacaq. Çünki ikisi də toxunandır. Toxunanlar da həmişə bir-birinə bərabər olacaq. Belə çıxır ki, bu YK da 3-dür. KF də 3-dür. Çünki bu da toxunma nöqtəsi də 2 bərabər parçaya bölünəcək. Onda bura olur A çıxılsın 3. Artıq mən burada oxşarlardan istifadə edəcəm. MB burada bir dənə L deyək. MBL üçbucağı ilə ABE üçbucağı oxşardır. Birinə oxşar üçbucaqlarının tərəflərinin nisbəti bərabər olmalıdır. Yəni, mən 2-ni bölürəm A-3-ə, bərabərləşdirirəm 3-ü bölürəm A+3-ə. Onda, burada yazırıq 2A üstəgəl 6 bərabərdir 3A çıxılsın 9-dur. Buradan A da nəyə bərabər olunacaq? A bərabər olacaq 15-ə. Deməli, A 15-dirsə, mənə AD oturacağını soruşur. AD oturacaqda 15-in 2 qatıdır. Yəni, cavab burada B variantı olacaq. İkinci sualda eyni sualdır. Bunu özünüz yazarsınız. Keçirik 35-ci sual, eyni sual. Keçirik 36-cı suala. 36-cı sualda bizə nə deyir? Deyir ki, oturacaqları 1 və 6 olan, bax, kiçik oturacağı 1 deyirəm. Böyük oturacağı isə 6 deyirəm. Bir yan tərəfi 4-dürsə, onda digər yan tərəf 3 olmalıdır. Nəyə görə elə olacaq? Çünki daxilinə çevrə çəkilib deyir. Onda, baxın, mən burada bir paraleloqram düzəldirəm. Bunu müxtəlif yollarla eləmək olur. 2 dənə hündürlük çəkib də həlləmək olur, amma belə yazıram. Bu tip məsələlərdə hündürlüyün tapılma ən asan yolu trapesiyanın daxilində bir dənə paraleloqram qurmağınızdır. Yəni, mən burada bir paraleloqram qururam. Onda bura 1 olacaq. Altdan 1 çıxıram. Onda bu tərəf 5 olacaq. Bura 4-dürsə, onda burada 4-dür. Çünki bu nədir? Paraleloqramdır. Onda biraz ki, burada 90 dərəcədir. Buradan görürsünüz. 4, 3, 5 üçbucağı. Onda düzbucaqlı üçbucağın hündürlüyünü tapsam, bu hündürlük həm də trapesiyanın hündürlüyü olacaq. Onda düzbucaqlı üçbucağın hündürlüyü tapılırdı. H 4-ü vurduq 3-ə, bölürdük 5-ə. Yəni 4 vur 3 böl 5, o da mənə verəcək 2,4 verəcək. Onda radius olacaq 1,2, çevrənin uzunluğu olacaq 2,4 pi. Yəni cavab olacaq 36-cı sualda B variantı. 37-ci sual eyni sual deyil. Bura baxaq. Deyir ki, yan tərəfi 4 və iti bucağı 60 dərəcə olan bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Deməli, biz burada nə edirik? Fikir verin. Deməli, trapesiyanın daxilinə çevrə çəkilib, yan tərəf 4-dür. İti bucağı 60 dərəcədir. Deməli, hündürlük olacaq 2 kökdə 3. Onda bura 2 olacaq. Bərabər yanlı trapesiya olduğuna görə. Bu tərəfdə 2 olacaq. Bu bir yan tərəfdə 4 olacaq. Çünki bərabər yanlı trapesiya deyir. Belə çıxır ki, yan tərəfləri cəmi 8-dirsə, oturacaqları cəmi də 8 olmalıdır. 2 varsa burada. Deməli, mütləq bura x deyək, onda burada x olacaq. Oturacaqları cəmini 8-ə bərabərləşdirək. Yəni, oturacaqları cəmi burada nə olur? 4 üstəgəl 2x bərabərdir 8-dir. X-ə 2-yə bərabərdir. Burada görürsünüz. Deməli, balaca oturacaq oldu 2, böyük oturacaq oldu 6. 37-ci sualda cavab A variantı oldu. 38-ci sual eyni sualdır. 39-cu suala baxaq. Deyir ki, çevrə xaricinə çəkilmiş və oturacaqları 10 sm düzbucaqlı trapesiya çəkilib. Deməli, düzbucaqlı trapesiya çəkilib. Oturacaqları bura 10-dur. Bura isə 15-dir. Onda mən bura H deyirəm. Burada 10 olacaq. Bura 5 olacaq. Burada H olacaq. Onda bu biri yan tərəf 25 minus H olacaq. Nəyə görə elə oldu? Çünki daxilə çevrə çəkilibsə qarşı tərəfləri cəmi bərabər olmalıdır.
Onda yazırıq ki, 25 minus h-ın kvadratı bərabərdir. H kvadratı üstəgəl 25. Buradan da h-ın h neçədir? Deməli, h 10'dur. Bir dəqiqə baxaq. Tənliyi həlləmək istəmirəm axıra kimi. Eləyək də, deməli, 625 minus 50h plus h kvadratı bərabər olacaq h kvadratı üstəgəl 25. Burada görürük ki, h kvadratlar gedir. Deməli, 600 bərabərdir 50h alınır. H da bərabər olacaq 12. Hündürlüyü soruşur, hündürlüyü 12-dir. Bəs cavabı D variantıdır. 40-cı suala baxaq. 40-cı sualda deyir ki, eyni çevrənin daxilinə çəkilmiş düzgün 12 bucaqlının və 12 bucaqlının perimetrinin düzgün 24 bucaqlının perimetrinin nisbətini soruşur. Bunu belə bir düstur var. Bu düsturla yazmaq daha rahatdır. Deməli, R bərabərdir çevrənin daxilinə çəkilmiş. Yəni, 4 bucaqlının xaricinə çevrə çəkilib. R bərabərdir. A bölünsün 2 sinus 180 dərəcə böl n. Bununla yazmaq elə bilirəm daha rahat olacaq. Mənə tərəf lazımdır. Onda A bərabər olacaq 2R sinus 180 dərəcə. N-i də mənə nə verib? N tərəflərinin sayını ifadə edir. 12 bucaqlı. Olacaq 12 bura. Burada da olacaq deməli 2R sinus 15 dərəcə. Tərəfi tapdım 2R sinus 15 dərəcə. Onda perimetri tapmaq üçün mən bunu nəyə vuracam? 12'ye vuracam. 24R sinus 15 dərəcə. Aha. Burada tapdım. İndi keçək 24 bucaqlına yazaq. Yenə bu eyni düsturdan. A bərabərdir 2R sinus 180 bölünsün 24. O da 7,5 dərəcə verir. Onda perimetr bərabərdir. Mən bunu 24'ə vuracam. 24 bucaqlı. Onda olacaq 48R sinus 7,5 dərəcə. İndi 12 bucaqlını 24 bucaqlına bölsəm, baxın, 24'lər ixtisar gedəcək, R'lər ixtisar gedəcək. Bax, sürətdə nə alınacaq? P12 böl P24 yazaq da belə. Sürətdə qalacaq, deməli, sinus 15 dərəcə. Sinus 15 dərəcə. Məxrəcdə qalacaq 2 sinus 7,5 dərəcə. Bu, iki qat bucaq düsturudur. Sinus 15'i mən belə yaza bilərəm. 2 sinus 7,5 dərəcə. Qoy sinus 7,5 dərəcə. Bölünsün 2 sinus 7,5 dərəcə. Bunlar ixtisar gedəcək. Cavab C variantı olacaq. 40-cı sualda cavab C variantıdır. 41-ci sualda çevrə 4 nöqtə ilə 3, 4, 5, 6 nisbətində bölünmüş və təpələri həmin nöqtələrdə olan 4 bucaqlının kiçik bucağını soruşur bizdən. Deməli, burada nə edəcəyik? Çevrə 4 A, B, C və D nöqtələri ilə 4 hissəyə bölünüb. Yəni, mən bura 3K deyirəm, 4K, 5K, bir də 6K. Və təpələr nöqtələrdə olan 4 bucaqlının kiçikdir. Bir də 4 bucaqlı mən burada qururam. Bu nöqtələri birləşdirsəm, belə bir 4 bucaqlı alınacaq. Bizə deyir ki, 4 bucaqlının kiçik bucaq. Bax, kiçik bucaq hansıdır? Ona bir diqqət edək. Kiçik bucaq bu bucaqdır. Çünki bu bucaq AC qövsünə söykənib. AC qövsünün yarısıdır. Yəni, ən balaca bucaq bu bucaqdır. O da bizə verəcək 3,5K. İndi K-nı tapaq yerinə yazaq. Bütün çevrə qövsü 360 dərəcə olduğundan, deməli, 10K, 18K. 18K 360 dərəcədirsə, onda 18K 360 dərəcədirsə, K burada 20 dərəcədir. Bizə nəyi soruşur? Bizdən nəyi soruşur? Deməli, ABC bucağını 3,5'də 20'yə vuranda 70 dərəcə olacaq. Yəni, cavab burada olacaq 70 dərəcə. 41-ci sual bu şəkildə. 42 eyni sualdır. Bunu özünüz yazarsınız. Keçək 43-cü suala.
Daxilə çevrə çəkilibsə burada, mütləq burada qarşı tərəflər cəmi bərabərdir. Yəni BC 4-dürsə, AD burada 12-dir. Onda mən bura H desəm, bura 16 çıx H olacaq. Çünki qarşı tərəflər cəmi bərabər olmalıdır. Daxilə çəkilmiş çevrənin radiusu H bölü 2-dir. Yəni mən burada H-ı tapmaya çalışmalıyam. Buradan aşağı hündürlük endirsəm, deməli bura 4-dür. Bura 4-dürsə, onda bura 8-dir. Burada H-dır. Pifaqor teoremindən yazıram ki, H-ın kvadratı üstə gəl 64 bərabərdir 16 çıx H kvadratı. Bu tənliyi buradan görürəm ki, H 6-ya bərabərdir. Uzatmağa gərək yoxdur. Çünki H-ın yerinə 6 yazsam bu tərəf olacaq 100, bu tərəfdə olacaq 100. Onda H 6-dırsa R olacaq 3. Çevrənin uzunluğu S bərabərdir 2 pi R-dir. 2 pi vurulsun 3'dür. O da mənə nə verəcək? 6 pi verəcək. Yəni cavab burada olacaq 6 pi. 44-cü sual. Eyni sualda özünüz yazarsınız. Keçək 45-ci suala. Hündürlüyü bir diagonalı kökün olan bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Yəni bərabər yanlı trapesiya daxilinə çevrə çəkilib deyirsə, mütləq qarşı tərəflər cəmi bərabər olmalıdır. Hündürlük 1-dir. Onda diagonalı kök 10'dur. İşarələyirəm A, B, C, D. Burada bir n deyirəm. Onda bura 3 olacaq. N'də 3 olacaq. Digər hündürlükdə mən bura bir m desəm, mən bura x desəm, bura 3 minus x olacaq. Yenə bura 3 minus x olacaq. Onda yuxarıdakı b'si də 3 minus x olacaq. Yox, üzr istəyirəm. A-nin x olacaq. A-nin x olacaq. Onda oturacaqları cəmi 6-dır. Diqqətlə baxın, AD-nin cəmi olur 3 plus x. AD olur 3 plus x. BC olur 3 minus x. Oturacaqları cəmi 6-dırsa, yan tərəfləri cəmi də 6-dır. Onda perimetr burada 12-yə bərabər olacaq. 45-ci sual. Həll elədik. 46-cı sual. Eyni sualda özünüz yazarsınız. 47-ci suala baxaq. Deyir ki, düzgün çoxbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğunun, yəni çevrənin uzunluğunun onun tərəfinə nisbəti, düzgün çoxbucaqlının xaricinə çəkilmiş çevrənin uzunluğunun, yəni 2 pi r bölünsün 2 pi r bölünsün a bərabərdir 2 pi'dir. Burada 2 pi'lər ixtisar gedir, r aya bərabərdir. Əgər r aya bərabərdirsə, deməli bu 6 bucaqlıdır. Yəni tərəflərin sayı, n deyirəm, n də 6-ya bərabərdir. Çünki 6 bucaqlıda xaricə çəkilmiş çevrənin radiusu onun tərəfinə bərabərdir. 48-ci sualda isə deyir ki, tərəfinin uzunluğunun, yəni A-nı bölürük xaricə çəkilmiş çevrənin radiusuna 2 pi-rə bərabərləşdirirəm kök altında 3 bölü 2 pi. 2 pi'lər burada gedir. Onda A bərabərdir R kök 3 olur. R isə bərabərdir A bölü kök 3. Yəni A kök 3 bölü 3. A kök 3 bölü 3 də təbii ki 3 bucağın düsturudur. Yəni düzgün 3 bucağın xaricinə çəkilmiş çevrənin radius düsturudur. Neçə tərəfi var? 3 tərəfi var. 49-cu sualda deyir ki, oturacaqları 2 və 6 olan düzbucaqlı trapesiyanın daxilinə çevrə çəkilmişdir. Çevrənin diametrini tapın. Deməli, oturacaqları, düzbucaqlı trapesiya burada deyir. Düzbucaqlı trapesiya. Yəni, düzbucaqlı trapesiyanı mən bu şəkildə çəkirəm. Oturacaqları 6 və 12-dir. Yəni, mən bura 6 deyirəm, bura 12 deyirəm. Oturacaqları cəmi 18 isə, deməli, yan tərəfləri cəmi də 18-dir. Bura h deyirəm. Bura olur 18 çıx h. Digər hündürlükdə endirsə, burada h-dır, bura 6-dır. Deməli, bura oldu 6. İndi Pifaqor teoremindən mən h-ı tapıram burada. Deməli, h-ın kvadratı üstə gəl 6-nın kvadratı bərabərdir 18 çıx h-ın kvadratı. Buradan da h-ın 8 olduğunu görürəm. Çünki 8 yazsaq h yerinə bu tərəfi 100, sağ tərəfdə 100, sol tərəfdə 100 olacaq. Onda h8 isə radius hündürlüğün yarısıdır. Diametr ilə hündürlüğün özünə bərabərdir. Onda d elə 8-ə bərabər olacaq. 50-ci sual eyni sualdır. 51-ci suala baxaq. 51-ci sualda deyir ki, AC CD-yə bərabərdir. Buraya bərabərdir. Bu bərabər yanlıdır. BC 3-dür. Mən yuxarıdan aşağı hündürlük endirsəm, bura bir K desəm, AK da 3-dür. KD də 3-dür. Bir də nəyi soruşur?
Çünki bərabər yanlı üçbucağın hündürlüyü həm də mediandır. Ona görə 3 bölündü. Oturacaqları cəmi. Burada neçədir? 3, o da 6. 9'dur. Oturacaqları cəmi 9'da. Yan tərəfləri cəmi də 9'dur. Onda perimetr olacaq 18. 52-ci suala baxaq. 52-ci sualda deyir ki, oturacaqları fərqi 8. İti bucağının kosinüsü 4'də 5 olan bərabər yanan trapesiyanın daxilinə çevrə çəkilib. Yəni belə bir şeydir. Baxın diqqətlə. İti bucağının kosinüsü diqqətlə baxaq. Deməli, bərabər yanan trapesiya olduğuna görə 2-dən hündürlük çəkdim. Bura onsuz da bərabərdir. İti bucağının kosinüsü 5'də 4'dürsə, işarə edirəm A, B, C, D, M, N. Onda AM-ə 4K deyirəm. Yan tərəf 5K'dır. Çünki iti bucağının kosinüsü deyirsə, bitişik katin hipotenüzə nisbət edir. Onda digər tərəfdə 5K'dır. Biraz ki, burada 4K'dır. Yan tərəfləri cəmi 10K'dırsa, oturacaqları cəmi də 10K'dır. Onda biraz ki, bura K, burada K'dır. Oturacaqlar olur 9K. 9K'dan çıxıram K'nı bərabərləşdirirəm 8'ə. 8K 8 isə K da nəyə bərabərdir? K da 1'ə bərabərdir. Perimetri soruşur. Perimetr neçə K'dır? Deməli 10K 20K'dır. 20K. K'nın yerinə 1 yazanda o da 20'yə bərabər olacaq. 52-ci sualda bu şəkildə. Keçək 53-cü suala. 53-cü sual eyni sualdır. Bunu özünüz yazarsınız. 54-cü suala baxaq. Deyir ki, M 10'dur, N 12'dir. Yəni bura 10, bura 12. Qarşı tərəfləri cəm olacaq 22. Onda oturacaqları cəmi də 22'dir. Onda perimetr olacaq 44. A, bir də K, AD olacaq. Yəni 1'ə AD oldu. 2'də ikinci sualda M 14'dür, N 16'dır. Oturacaqlar, yan tərəfləri cəmi 30'dursa və oturacaqları cəmi də 30'dur. Onda perimetr olur 60. Perimetr 60 S 10'dur. 12 14'dürsə, yan tərəfləri cəmi 26'dır. Onda oturacaqları cəmi də 26'dır. Perimetr olur 52 B, bir də E. 54-cü sual bu şəkildə. 55-ci sual. Eyni sualda özünüz yazarsınız. Keçək 56-cı suala. Deyək, düzbucaqlı trapesiyanın daxilinə çevrə çəkilmiş çevrə toxunduğu nöqtə ilə yan tərəfi 2 cm və 8 cm-lik hissələrə bölür. Burada baxın, düzbucaqlı trapesiya var. Yoxdur. Nəsə özümüz çəkək trapesiyanı. Deməli belə bir şeydir. Bunun daxilinə bir dəqiqə tərəfini çəkəm. Birinci çevrə çəkək. Belə bir şeydir. A, B, C, D, burada M deyir. Bu toxunduğu nöqtə ilə yan tərəfi 2 cm və 8 cm hissələrə bölür. Yəni CM 2'dir, burada 8'dir. Burada toxunma nöqtələrinə bir N, bir də K desək, onda bu CN də 2'dir, KD də 8'dir. Bir də deyir ki, trapesiyanın perimetrini tapaq. Deməli, mən trapesiyanın hündürlüyünü tapıram. Diqqətlə baxaq. Deməli, elə bir ki, burada belə bir düzbucaqlı trapesiya alınıb. O trapesiyanı bax, burada çəkirəm. Diqqətlə bura baxın. Bura 2'dir. Bura 8'dir. Bu tərəf 10'dur. Mən bu hündürlüyü tapmağa çalışmalıyım. Baxın, NC, KD trapesiyasını bura köçürtdüm. Elə bil. Bu hündürlüyü endirsək burada. Bura 2, bura 6 olacaq. Onda H hündürlüyü oldu 8. İndi buranı tapdıq 8. İndi bu 8'dir, bura 10'dur. Qarşı tərəfləri cəmi oldu 18. Onda oturacaqları cəmi oldu 18.
perimetr bərabərdir 18 üstəgəl 18. O da bərabərdir nədir? 36-dır. 57-ci sualda nə deyir? Deyir ki, diaqonalı yan tərəfə perpendikulyar olan bərabəryanlı trapesiyanın xaricinə çevrə çəkilmişdir. Deməli, bu sualda həllini bu tərəfdən yazaq. Diqqətlə baxaq. Diaqonalı yan tərəfə perpendikulyar olan bərabəryanlı trapesiyadır. Diaqonalı yan tərəfə perpendikulyardır. Yəni, bura 90 dərəcədir. Bura A, bura B, C və D deyirəm. Və trapesiyanın xaricinə çəkilmiş, çevrənin uzunluğu 8 pidir. Yəni, bunun biz xaricinə çevrə çəksək, belə bir şeydir. 8 pidir. Onda bizə yan tərəfi soruşur. Deməli, mən nə edəcəm burada? Çevrənin uzunluğu 8 pidirsə, onda 2 pi-ləri bərabərləşdirirəm 8-ə. Pi-yə onda r olur 4. R-i tapdım 4. İndi, bax, bura o nöqtəsi deyirəm. Bu da 4-dür. Eyni qayda ilə burada 4-dür. Belə çıxıb, burada 4-dür. Bizə nəyi soruşur? Onun perimetrini soruşur. Belə deyək, bura mən deyir ki, diaqonalı yan tərəfə perpendikulyar olan trapesiyanın xaricinə çevrə çəkilmişdir. Yəni, bura 90 dərəcədirsə, onda bunda problem yoxdur, bu düzdür. Radius oldu 4. Trapesiyanın perimetrini soruşur bizdən. Bu bərabəryanlı trapesiyadır. Mən C-ni 10 ilə birləşdirsəm, bu da radiusdur, bu da 4 olacaq. Onda belə çıxır ki, bu yan tərəfdə 4-dür. Bu bərabəryanlı trapesiya olduğunu görə digər yan tərəfdə 4-dür. Belə çıxır ki, BC də 4-ə bərabərdir. Burada bir romb alınır. Onda perimetr bərabərdir. Bu 4-ləri toplasaq, 12, o da 8 eləyəcək i20. 57-ci sualda cavab olacaq i20. Keçək 58-ci suala baxaq. 58-ci sualda deyir ki, YF 32 böl kök 5-dir və çevrənin mərkəzi o nöqtəsi olan çevrənin ABCD kvadrat çəkilib. Yəni, çevrənin kvadratın daxilinə çevrə çəkilib. YF-ni bizə verib 32 kök 5 kvadratın tərəfini soruşur. Deməli, mən burada bir düzbucaqlı üçbucaq düzəldirəm. Düzbucaqlı üçbucaq düzəldirəm. Fikir verin. Bura R-dir. Burada R-dir. Bura M deyərəm. Onda beləsi ki, burada R-dir. Çünki mən O ilə K-nı birləşdirsəm, o da R olacaq. Bu AM də ona bərabərdir. Burada R-dir. Sonra bizə nəyi verib burada? Burada AK da R-ə bərabərdir. AK da R-ə bərabərdir. İndi mən burada R-i tapa bilərəm. Bax, fikir verin. AK burada başqa nə verib bizə burada? Başqa heç nə verməyib də. Əvvəlcə AF-ni tapıram Fivaqor teoremindən. AF bərabərdir R kökdə 5-ə. Yəni 2R 4R kvadratı plus R kvadratı. Onda bura oldu 32 böl kök 5. İndi fikir verin. AE-yə mən x deyirəm. A-ya x deyirəm. Onda yazıram ki, R-in kvadratı, AK-nın kvadratı bərabərdir. AE vurulsun AF. AE vur AF. Onda deməli, yazıram ki, R kvadratı bərabərdir. AE x vurulsun R kök 5-ə. Burada R-lər gedir. Onda R nəyə bərabər olacaq burada? R bərabər olacaq, deməli, x kök 5-ə. Düzdürmü? R olacaq x kök 5. Burada nə dəyişdi? Bir şey dəyişmədi. Axı, burada bir dəqiqə gözləyin. R. Deməli,
mərkəzi 10 nöqtəsindən çevrənin xaricində ABC-də kvadrat çəkilmişdir. YF 32 bölü kök 5 olarsa kvadratın tərəfini soruşur. Deməli, bura 2R, bura R, bura oldu R kök 5. R'in kvadratı bərabərdir. X vurulsun. X kök R kök 5. Bir dəqiqə. Mən burada R'i tapmağa çalışmalıyam. R'i tapsam, sualı həll etmiş oluram. Hə, burada. Mən M ilə N'i birləşdirsəm, buradan cavab çıxacaq. M ilə N'i birləşdirsəm, sual artıq burada həll olunur. Siz burada X tapmağa gərək varmı? Bir baxaq. Hələ ki, bu qalsın. Deməli, bu artıq diametrə söykənən bucaq olduğuna görə bu 90 dərəcədir. Bu həm də AMF üçbucağının hündürlüyüdür. Həmən bu hündürlüyü tapsam, sualı həll eləmiş oluram. Bura H deyirəm. H da belə tapılır da bilirik. Katetləri hasili bölünsün hipotenüs. Bəli, bu artıq bizim işimizə R kök 5 yarayır da. Deməli, katetlər R vurulsun 2R'dir. Hipotenüs isə R kök 5 tapmışıq da. Düzdürmü burada? R kök 5. Burada R'lərin biri ixtisar gedir. Onda 2R bölünsün kök altında 5. Düzdür, H-ı tapdım. 2R bölü kök altında 5. İstifadə edirik burada. MYF üçbucağından. Diqqətlə bura baxın. MYF üçbucağından. Bu katet burada hipotenüzdür. Yəni 4R kvadratı bərabərdir. H-ını tapmışıq. 2R bölü 1. 4R kvadratı bölünsün 5. Üstə gəl 32'nin kvadratı. Yəni 32'nin kvadratı bölünsün 5. Burada cavab çıxır. Hər tərəfi 5'ə vursam, onda 20R kvadratı bərabərdir 4R kvadratı. Üstə gəl 32'nin kvadratı. 32'nin kvadratı elə 32 vur 32 yazıram. Buradan alınır 16R kvadratı bərabərdir 32 vur 32'yə. Buradan R kvadratı alınır deməli 64'ə. R də bərabər alınır 8'ə. Kvadratın tərəfi soruşur. Tərəf də 2 yerə bərabərdir. O da 16 olacaq. Bu şəkildə. Bu neçənci sual oldu? 56-cı, 58-ci sual oldu. 57-ci sual eyni sualdır. 60-cı suala baxaq. 60-cı sualda deyir ki, daxilinə çevrə çəkilmiş bərabəryan trapesin hündürlüyü və böyük oturacağın uzunluğunu tapın. Deməli, burada oturacaq yan tərəf deməli belə bir şeydir. Bərabər yana trapesiyadır. Deməli yan tərəf burada tam yaxşı görsənmir. Yəqin ki oturacaq bərabər yana trapezin hündürlüyü və böyük oturacağın uzunluğunu tapın. Hündürlüyü və böyük oturacağın uzunluğu. Deməli oturacaq. Deməli bura böyük x plus 6 böyük oturacaqdır. Bura x'dir. Bu balaca oturacaqdır. Yan tərəf, bu da yan tərəfdir. O da 10 verib. Bu da 10'dur, bu da 10'dur. Bunun daxilinə çevrə çəkilibsə, qarşı tərəfləri cəmi bərabər olmalıdır. Onda 2x plus 6 bərabərdir 10, o da 10. Yəni 20'dir. Buradan 2x bərabərdir 14'dür. X alınır 7. X'i tapdım 7. Deməli, böyük oturacağı uzunluğunu soruşur. Olur 13. Hündürlüyü soruşur. 2 dənə hündürlük endirirəm buradan. Onda bura 7'dirsə, burada 7'dir. 13'dən 7 çıxırıq. 6 qıraq hissələr olur 3, 3. Onda hündürlüyü də h-dır. H da bərabərdir. Kök altında 100 çıxılsın 9. O da bərabərdir. Kök altı 91'dir. Bu qədər. Bu da
61-ci sualda eyni sualda, onu da özünüz yazarsınız.